Yadıma düşdüsə qoşa dağların, dəyişib pis olur halım ağbaba, tərsinə fırlandı çərxi fələyin, zəmanə olubdur zalım ağbaba. Yaş ötdü gəncliyim çıxdı əlimdən, doymadım səfalı yurdum elimdən, səmt alıb o gözəl şörəylimdən, gəlib yaylağında qalım ağbabam, gəlib yaylağında qalım ağbabam. Hamınızı xoş gördük, əziz dostlar, Amasya TV izləyiciləri. Bugün Amasya TV'nin növbəti bir verilişidir. Bildiyiniz kimi Amasya TV həmişə elimizdən, obamızdan, Amasyamızdan, şörəyimizdən, Amasya kəndlərindən söhbət eləyir, verilişləri açır, adət, ənənə, əkinçilik, biçinçilik, təhsilimiz, bundan qabaq təhsilimiz haqqında, ondan öncə məzun almalı haqqında və s. silsilə verilişlərimiz davam edir və bugün də yeni bir verilişlə sizin qonağınızı, əziz dostlar, və bugünkü məclisimizdə dəfələrlə Amasya TV'nin qonağı olmuş, öz gözəl söhbətləri ilə, el-oba adəti ilə, bayatlarımızla, nanaylarımızla tədqiqatçısı olan hamımızın sevimlisi, yəni Tacir müəllimi təqdim etməyə ehtiyac yoxdur. Bütün Amasya, bütün el-oba tanıyır. Filologiya gözəl fəlsəfə doktoru, dosent Tacir Səmimi bugün yenə də Amasya TV'nin qonağıdır. Qonağı demək olmaz, elə bu televizyonun öz bir ev yiyəsiz belə deyək. Tacir müəllim, xoş gördük. Çox sağ olun. Yayın bu istisində bu havada vaxt tapıb gəldiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun, var olun. Amasyamız haqqında çox kitablar yazmışsınız Tacir müəllim. Kitablarınızın təqdimatında iştirak eləmişsiniz. Demək olar ki, elə bir kənd, elə bir el-oba yoxdur ki, siz o el-oba haqqında öz fikirlərinizi irəli sürməyəsiniz. Bugün də istisna deyil. Bugün də bir elimizin ağsaqqalı, ziyalısı Tacir müəllimin yenə də Amasyamız həm Ağbaba, həm Şörəldə olan adət ənənələrindən söhbət açacaq. Birinci nədir? Əvvəla necəsiz Tacir müəllim? Sağ olun. Hal-hazırda yarazınızda nə var, nə üzərində işləyirsiniz hal-hazırda? Çox şeylər var, valla. Gümrü də var burada. Burada Aşıq Qəmbər də var. Aşıq Nəsif də var. Sonra kəndlər var. Yəni bu növbəti kitabı hazırlayırsınız da, hə, inşallah. Yəni bu işləri kimsə görməlidir. Görmürlər, siz görürsünüz. Lazım deyil ki, bu işi gör. Əgər görə bilirsənsə gör də. Bəli, həqiqətən doğrudan da indi yaşınızın bir müdrik sağını yaşayırsınız. Bu yaşda belə ürəkdən, belə həvəslə işləmək, el-oba haqqında yazmaq, kitab təqdim eləmək çox böyük bir xidmətdir Amasya üçün, təkcə Amasya üçün, eyni zamanda Azərbaycan təhsili üçün, Azərbaycan elmi üçün bir daha sizə təşəkkür edirik. İlk öncə başlayaq Amasyamızda, abamızda toy adətləri. Bəli. Buyurun, sizin də hər halda dünya görmüş bir insansınız, artıq onlar hamısını yadınızdadır, yazmışsınız. Buyurun, xahiş edirəm, toy adətlərimizdən başlayaq ilk olaraq. Toy adətlərimiz belə idi ki, əvvəlcə oğlan olsun, qız olsun, o yaşa çatanda valideynlər fikirləşirdi ki, bu ailə qurmalıdır. Birinci növbədə oğlan anaları əvvəlcədən axtarırdılar, harda əzab qızlar var. Onları tapsınlar. Ən əvvəl birinci onun nəslinə, kökünə baxırdılar. Kimdəndir, nədir, hansı tayfadandır. Sonra onların əl işlərinə baxırdılar. Səhər-səhər də qalxırdılar oğlan anaları. Bütün qapılara baxırdılar, görək, kimin qapısı süpürülübdür. Sərqə səhman var. Bəli. Kimin qapısı süpürülməyib. Demək, süpürülməyibsə, demək bu tənbəldir. Bunları müəyyənləşdirdilər. Sonra adət belə idi ki, əgər oğlan bir qızı istəyirsə, onu atasına demirdi, abır həya saxlayırdı. Anasına deyirdi, ana da ataya deyirdi. Amma qız oğlanın həqiqi sevgisi, ailəsi möhkəm olsun deyə ona da imkan yaratmışlar. Nə təhər? O dövrdə indiki kimi belə dəbdəbəli binalar yox idi. Qara damlar idi. Qara damların hər birinin üstündə bir baca var idi. Bəli. Adət idi ki, nanay deyəndə, müəyyən işlər görəndə, iməclik eləyəndə o bacanı açıq saxlayırdılar. Ki, yəni o bacadan ürəyi istəyən oğlan gəlib qıza bayatı şəklində, vəsbihal şəklində ürəyini desin, ürəyindən keçəni. Razılıq versə, elçi gedə bilər. Gedərdi. Həm də maraqlı idi, bu qış hazırlığında olurdu. Məsələ yarmadır, sonra məsələ deyək, yarım eləmədir, sonra bu bulğur döymədir, sonra bu ərişdə kəsmədir. Bunların hamısında bu məsələyi açıq qoymuşdular ki,
oğlanlar öz sözlərini deyə bilsinlər. Deyə bilsinlər. Bəli. Sonra məsələ deyək, elələri də var idi ki, kasıb idi oğlan. İstənilən o şeyləri, məsələn, əhlik filan eləyə bilmirdi. Ona görə məcbur qızı götürüb qaçdı. Qaçırdı. Hə, bəli. Qaçırandan sonra razılığa gəlirdilər. Gəlir barışıq salırdılar. Barışıqda da onda müəyyən qədər ət, müəyyən qədər düyü, çay filan orada bu kəsim deyirlər. Kəsmə deyirdilər. Onu gətirməli idi. Barışandan sonra toyda iştirak eləyərdilər. Yox, barışmasa onda qız tərəfin adamları iştirak eləmədilər. Hətta demək ki, toy da olmurdu bəzən. Yox, toy da olmurdu, amma bəzən bəli. Ümumiyyətlə xeyir işdir də, bunu yola verməli. Amma maraqlıdır. O toyda da məsələ deyək gəlini gətirirdilər, örtmə deyirdilər. O binaların artırmasında qapıdan sonra çıxırlar onun üstünə, təzə bəy yanındakı sağdış solduş. Bunların əlində sinə olurdu, balaca xırda pullar, şirniyyat. Sonra bir də bir alma. Alma da doğranmış şəkildə elə olur ki, gəlinin başına deyəndə incitməsin. Ay, sağ ol, bəli, incitməsin. Onu artırdılar. Əgər gəlinin başına alma dəysə, deyirdi alması tutdu. Dəyməsə, deyirdi alması tutmadı. Yəni alma dəyməsə, demək ailə xoşbəxt olmayacaq, uzun müddətli yaşaya bilməyəcəklər. Əlbəttə, el içində bu deyim idi. Bəli, bəli. Amma alma da müqəddəs meyvə sayılırdı. Nağıllarımızda da var filan. Yəni onu yeyən sağlam olur. Hər fəsildən alma bitir. Mesela görsənmi? Dev o almaları quruyur aparır. Niyə? O yeyən kimi qoca adam cavan bir oğlana çevir. Evet. Yəni o sonra nağıllarımız mesela deyir göydən 3 alma düşdü. Yəni bu niyə alma deyir? Başqa şey. Başqa. Yəni alma bəli müqəddəs meyvə hesab olunur, bəli. Qədimdən var, davam edir. Bəli. Sonra toyları adətən 3 nəfər aparırdı. Zurnaçı, dəmkeşi, zur tutan deyirdi. Ona bir də nağaraçı, ona da toyçu deyir. Ümumiyyətlə bunun üçünə də toyçular deyirdi. Toyçular, bəli. Toyçular deyirdi. Məsələn, toyçuları da həmişə nizama salan mağarda adamların oynamağı və s. insanlardakı nizam intizama da toy babası rəhbəri edirdi. Toy babasının əlində çubuq, yerə döyəşliyə oynayırdı. Qız gəlini də növbə ilə oynadırdı. Şabaş alırdı haqq. 1 manat olur şabaşda. Bəli, 1 manat. Məsələn, gəlin oynayanda, müəyyən adamlar oynayanda o biraz artıq olur. 5 manat da olurdu, 10 manat da olur. Ya keçmişdə belə deyirdilər ki, pul yox idi. Məsələ deyək, parça qoluna doluydu. O da var idi, bəli, bəli. Bunlar yavaş-yavaş sonra pula çevrildi. Adamların o dövrdə pulları yox idi. Məsələn, 20-ci, 30-cu illərdə heç nələri yox idi. Bunlar sadəcə, hətta zurna balaban da yox idi. Nəysə taqqıldadır oynayırdılar. Çünki hər şey məhv olmuş. Sovet hökuməti gələndən hər şeyi kəsmət elədi. Məsələn, adamların malını, qoyunu, hər şeyini aldı ki, qolçomaqdır, sinfi düşməndir. Beləliklə məhv elədi. O kolxoz quruluşu insanlara çox böyük əzab əziyyət gətirdi. Buna görə də xeyir işi də qaydasında görə bilmirdi. Görə bilmirdilər, bəli. Ona görə də bax, toylarda olan adətlərimiz filanın bəziləri unudulmağa başladı. Toylarda həm də gözəl hazır edilər. Məsələ deyək ki, oğlan üçün istər qız sağdış solduşlar, istər də oğlanın sağdış solduşları. Bunlar həmişə şah düzəldirdilər. Şah qaldırma deyirdilər. Gecənin bir aləmində saat 1 olanda şahı qaldırırdılar zurna balabanın müşayiəti ilə. Şah da deyəsən köçürdü sağdışın evindən. Sağdışın evindən bəygilə. Hər ikisini də təzə bəy sökməli idi. Təzə bəy əlini atmalı idi. Sonra o şah götürməkdən başqa da indi gəlini gətirəndən sonra zurnaçılar gedirdilər. Harda təzə gəlinlər var, hamısını yığıb gətirdilər. Ona gəlin Məmmədi deyirdilər. Çalır. Mən neçəsini soruşdum, gəlin Məmmədi nədir? Heç kim deyə bilmədi. Niyə onun adı gəlin Məmmədidir? Hələ də sirridir. Amma məsələ deyək, bu toyların keçirilməsində də zurnaçılar xüsusən İsadır, məsələ deyək, İsmaildir. Çox adamlar var ki, onların məsələ deyək, düldülü çalandır, Ramazan ki. Bunların adı indi də əfsanə, nağıl kimi yayılıb adamların
zehnində, düşüncəsində. Zurna salanlar. Çünki bunlar o qədər ustaydı, bəli, o bəli. qədər məşhurlar. Məsələn, gecənin bir aləmi bunlar zurnuyu qoyub balabanı götürürdülər. Onu o qədər gözəl, elə incəliklə çalırdılar ki, adam heyrət edir. Həm də maraqlı bir tərəfi var idi. Bu nəfəsli alətlərə aşıqlar da xüsusi meyl edirdilər. Məsələn, Aşıq İskəndərin xüsusi bir balabanı var idi. Gecənin bir aləmi dostlarını yığardı, o balabanda o çalardı. Zurnanı da çox mükəmməl çalırdı. Mən onu deyim ki, məsələn, Molla Yaqub Göllü kəndindən bu molla olsa da sazı çox gözəl çala bilirdi. O cümlədən gözəl zurna çalan idi. Əsli kökü Təbrizdən gəlməkdir. Çox savadlı, istedadlı bir adam idi. Həm mollalığı mükəmməl bilirdi, həm çalğıya, sənətkarlığa yüksək qiymət verən özü də ustad idi. Maraqlıdır ki, bunun haqqında mən bizimkilərdən heç şey eşitmədim. Ancaq şəkili bir ustaddan eşitdim ki, bu da Molla Zumanın uzaq qohumuydu. Belə baxırsın, məsələn, o yadımdadır ki, o məndən soruşdu ki, məsələn, sən mollanı tanıyırsanmı? Məhtəb ancaq bir hə dedim, ondan sonra başladı danışmağa ki, bu necə insan imiş. Bəli. Yəni, bəzən görürsən ki, biz o dövrdə fikir verməmişik. Nə maraq göstərmişik ki, bu qabağımızın, o bilirsən buna nəyə bənzəyir? Əlimizdəki qızıldır, biz elə bilirik misli. Onu itirəndən sonra yanırıq. Bax, məsələ də ondadır. Bizdə də adətləri çox zəngin idi. Məsələ deyək ki, onun gəlinin paltarı o qədər gözəl tikirdilər, yaxasına qıyılar filanlar qoyurdular, qoyun cibləri tikirdilər, qəşəng o rəngləri seçirdilər, qırmızı, yaşıl, ki, gözəl görünsün. Bəli. Bu cavanlıqdır, bu gəlinin timsalıdır, hamı maraqlanır ki, ailə qursun. Yəni, bunların hamısı, məsələ deyək ki, bu geyimlər də həm də qolları nisbətən geniş olurdu. İstər qadınlar olsun, istər qızlar. Məsələn, deyək, oğlanlar həmişə ağ papaq qoyurdular. Ağ papaq oğlanlıq əlaməti. Yəni, hələ bu ailə qurmuyor. Ona görə, məsələn, nanayda var, deyir ki, ağ papaq oğlan, bəndə gəl, bəndə gəl. Mən suya yendim, sən də gəlsən. O ağ papaq niyə deyir? O evlənməmiş oğlan. Bəli, bəli. Yəni bunların hamısı, məsələn, gəlin özünün də gəlinlik donu var idi. Bunun başının günlüyü var idi, kəməri var idi. Bunu da xüsusi saxlayırdılar. Sonra məsələn, gərdək başı tikirdilər, gərdək tikirdilər. Bunların hamısı toy adətləri. Zəngin o toy adətləri, bəli, bəli. Bunu nə qədər danışsaq, qutaran deyil. Özü də gəlinin dincəsi olurdu. Dincəm dinar, əl vurma sınar. Dincə o qədər gözəl idi. Dincə həm ustad qadınların, həm də o zərgərlərin sənəti idi. Bəli. O müştərək sənəti idi. O da gümüşdən, qızıldan, birçəkliklər ya gümüşdən olurdu, ya qızıldan olurdu. Başda o pərəklər vardı, qızıllar. Ondan sonra yanlardan gümüş sancaqlarla gümüş pullar bağlanırdı. 12'si bu tərəfdən, 12'si bu tərəfdən. Yəni 24 Oğuz boyunu bəli, maraqlıdır. Bu təsəvvür şeylər deyil. Sonra məsələdə o pulların arasında boşluqlara zığzığalar qoymuşdular, balacadır, səs salırdı. Ayaqlarına da bağlıydı, qoltuq altına da, əllərinin üstünə də. Yeriyəndə çox qəribə səs çıxardırdı, gəlinlər, qızlar. Yəni bunlar, bu zəngin etnografiya heç yanda yox idi. Həm də bizdə ona görə zəngin idi ki, bizim ərazi Şərq Anadolu ərazisidir. Bu ərazi Azərbaycandan da götürmüş, Şərq Anadoludan da. Ona görə o qədər zəngin idi ki, heç bir yerdə bu qədər zənginlik yoxdur. Məsələn, aşıqların həm də ailəcə otaqları vardı. Ona daraba otaq deyirdilər. Hər tərəfi taxla kəsili idi. Üstündə cəmaət rahat oturur, döşəkçə qoyub, sonra məsələn yastıq qoyub, mütəkkə qoyub dirsəklənir. Otaq isti, bir tərəfində buxarıdır ya sobadır. Üstündə məsələn yuxarıdan da düzülürdü 5-6 sıra lampalar. Onlar da elə sırayla düzülmüşdü, günüz kimi görürdü. İçəri işıqlı idi. Ortada meydanda aşıq yaxud dərviş dolanır. Məsələn deyirdilər ki, dərvişi çağırıb, bu qara nağıl danırsın. Yəni bizim bildiyimiz nağıl. Amma o biri nağıl dastan idi.
o aşıra heç zaman demirdilər ki, falan dastanıdır, falan nağılı danış. Hə, dastana nağıl deyil, nağılını danış. Bəli, Məsələn, bəli. budur. Özdə nağılçılar daha çox dərvişlər Gümrüdən gəlir, Gümrü dərvişləri idi. Gümrüdə demək Gümrü dərvişləri idi. Sonra bu Külverəndən gələn, Türkiyədən gələn dərvişlər, bir də Urm dərvişləri, Urmiyadan gələn dərvişlər. Yəni bunlar da iştirak edirdilər, xeyir işlərdə yaxından gəlirdilər, insanlara fayda verirlər. Bir də bunlar o sufi dərvişlər var idi ki, insanlara fayda verirdi. Məsələn, o toyda filan da xeyir dua verirdi. Onların xeyir duası da fayda verirdi. Çünki bu xeyir dua olmasa, adamlar deyirdilər ki, məsələ bu ailə uzun ömürlü ola bilməz. Çox sağ olun Tacir müəllim. Tacir müəllim, bir-iki məsələ ilə bağlı fikrinizi bilmək istəyərdik. Buyur. Mənim yaxşı yadımdadır. Adətən indi toya gedəndə bir toy yiyəsinə kömək üçün bir dəstək olurdu. Kimi maddi yardım edirdi, kimi deyək ki, müxtəlif hədiyyələr gətirirdi. Mənim yadımdadır. Əvvəllər kənddə bir sinin tutardılar, sinin üstünə qırmızı bağlayardılar və bir nəfər əlində kim nə verərdi onu hündürdən elan eləyərdi. Yəni kənd əhli bilərdi ki, filan kəs bu toya nə qədər yardım elədi. Sonra o adət aradan çıxdı və başladılar vərəqə yazmağa, dəftərə yazmağa. Bu bir. İkinci, barışıq adəti necədir? Bayaq dediniz ki, iki cavan bir-birini sevirdi, bəzən olurdu, nişana gedə bilmirdilər, elçilik alınmırdı, götürüb qızı qaçırdı. Və sonra mütləq barışıq olmalıydı. Bax, bu elimizin barışıq adəti necə keçirdi? Bu barədə zəhmət olmasa. Elədir. Məsələ deyək ki, bunun pulu yox, imkanı yox, kasıbdır. Ona görə qızı götürüb qaçandan sonra belə qərara gəlirdilər ki, qız atasının evinə getsinlər, onun əhvalını soruşsunlar, mehribanlıqla başa salsınlar ki, indi bu cavanlar bir-birini sevirdi. Vəziyyət belə gəlib. O ikinci geri dönüş yoxdur. Qohumsunuz. Bəli. Bir uyğunluğa gəlin, razılığa gəlin. Bu xeyir iş belə baş tutsun. Həm də aparanda o gedəndə, elçiliyə gedən kimi ağsaqqal aparırdılar. Bəli, kəndin hörmətli. Bəli, bəli. Qız atasını, qız anasını, qohumları bu yola verə bilsin. Deyir ki, qardaş, sən qohum olursan, qohum olan adam küsülü olmaz, bir-birinə qarşı başqa münasibətdə ola bilməz. Məcburu razı salırlar ki, məsələ, onda belə eləyək də, kəsim kəsər. Məsələn, bir 20 kilo düyü gətir, filan qədər çay gətir, nə bilim, ətli üçün bir heyvan gətir filan. Bəli. O qədər də uzun eləmir. Deyirlər ki, bu oğlanın imkanı şəraiti. Ona uyğun da razılaşırlar, həmin vaxtda da onları gətirirlər. Bəzən də olurdu, kasıb idi, onu da eləyə bilmirdi. Çarəsiz idi. Məcbur olurdu ki, götürüb qaçsın. Bu da narazılıq yarasa da sonradan yenə ağsaqqallar ortaya dil tapırdılar, bəli. Toyda olurdu. Razılığa gəlirdilər. Çünki artıq bunların nəvələri var, övladları var. Yeni ailələr əmələ gəlir. Onu da deyim ki, o toyda heyvan kəsəndə adətən gəlin ki, qabağında heyvanı kəsəndə gəlin. Cəmdəklə başın arasından keçirirdilər gəlin. Niyə? Yəni o deməkdir ki, bu böyük ailədə yeni bir ailə meydana gəlir. Təzə bir ailə gəlir. Bunun ilk elədə işləyən maraqlıdır. Sonra məsələ deyək, o qandan ata-ananın üzünə yaxırdılar. Yəni ayrılıqdır. Başa düşün. Yeni bir ailə var ailənin içində. Sonra məsələ bunları güləşdirirlər. Qadınla kişi, o olanlar məcbur elə eləyirdilər ki, kişini yıxırdılar. Qadınla kişi deyəndə, yəni qaynata, qaynana da belə, yoxsa... Yox, ata ilə ananı güləşdirir. Ata ilə ana, hə də, elə deyək ki, qaydın olsun. Sonra bu kişi də hirslənəndə qoluna girirdi, əhvalını düzəldi, hər şey. İndi zarafatla elədi. Əslində baxanda, yəni bu da var. Bəli. Bu nə demək? Bu o deməkdir ki, qadının rolu əsasdır. Ailədə qadın daha çox kişidən. Niyə? Çünki elə bir ailə yoxdur ki, anaya yaxın olmasın. Bəli, bəli. Mümkün deyil. O üstünlüyü göstərir ki, yəni ana süd, yəni süd tərəf var, sümük tərəf var. Məsələn deyirdilər, məsələ deyək ki, südü türklər deyir, südü pozuq. Məsələn bizdə deyir südsüz. Bu ifadələr təsadüfən meydana gəlmir. Yəni kişi qızı məsələsi də oradadır. Yəni nə qədər ana tərəf, qaynana şəxsiyyətli insan olsa, demək o ailə daha özürlü, daha möhkəm. Ona fikir verir. Məsələn deyirlər, sümük sultan olsa, süd onu əyər. Sümük sultan olsa, süd onu əyər. Yəni süd ana tərəfdir, sümük ata tərəfdir. Bəli. Ona görə. Bax, belə bir söz də deyirlər.
Sümüyü iç sümüyünə calama. Yəni başqa millətdən, xalqdan qız alma. Bu xristianlardan, falandan alanlara işarədir. Yəni bu el içində, bu məsələ deyək ki, xeyir işlər olanda da ona diqqət edirlər. Ağsaqqal, qara saqqal razı olmadı, o ailə ola bilməzdi. O ailə qurula bilməzdi. Bu qanunlar idi. Sərhədlər yazılmayan qanunlar. Bəli, qanunlar idi. Yəni o xeyir işdə də hər şeydə diqqət edirdilər. Məsələ deyək ki, xeyir işli bir yerdə kənddir, toy eləyirlər. O adət belə idi ki, ağsaqqallar o dəqiqə deyir ki, filan yerdə bir yetim uşaq var. Filan yerdə bir çordur, filan yerdə bir şir var. Hamısını yığın gətirin. Yığıb gətirirlər. Bunlara təzə paltar geydirdilər, ciblərinə pul qoyurlar, özlərində oynadırdılar. Təmənnasız olaraq, əlbəttə, bəli. Deyir, damdan dama gəzərlər, damda qurut əzərlər. Harda da bir toy olur, çoru şini bəzərlər. Bunu niyə deyirlər? Həmin qaydadır. Bəli. Yəni o el-oba arasında hər şeyi, çünki xeyir işdə deyirdilər, hamı sevinməlidir. Niyə indi bunlar məsələ çoldur, şildir, ağlasın bir tərəfdə durur. Xeyir işdir. Xeyir işdir, bəli. Bu da sevinsin. Bəli. Bunu da cebinə pul qoymaq lazım, buna təzə paltar. Yəni o ümumilik, o belə deyək də həmrəylik daim davam. O cümlədə yallılarda. Yallılar həmişə müşayiət olunurdu nanaylarla. Nanay olmasa yallı yox. İndi bizdə oynayırlar. Yallısız oynuyor. Yallı oynuyorlar ama nanaysız değil. Bu yarımsıqdır. O nanayı da en yaxşı bilənlər toy babalarıydı. O toy babaları ki onlar indi yoxdur. Onların adı. Allah rəhmət eləsin, bəli. Mesela bizdə Əziz kişi var idi. Mikail kişi var idi. Onların nanayı, onların oxumağı bir alim möcüzə idi. O elə gözəl oxuyanlar vardı ki heyrət eləyirdi. Mesela o Əziz kişiləri oxuyanda hamı məhtəl qalır. Yadımdadır ki, bax, Güllübulaqdan, Qarabulaqdan, nə bilim, Amasyadan, Daşörtü, nə qədər adam tökülü gəlirdi, Əziz kişinin oyununa baxırlar. Onun oxumağına baxırlar. Ki, bir möcüzə idi. Məsələn, onlar oynayanda, məsələn, 15-20 dəqiqə yox, 1 saat yarım, 2 saat oynayırdı. O nanay oxuyurdu. Məsələn, o nanayı deyirdi, zurna kəsirdi. Təzədən nanaya oynayanda zurna başlayırdı. Bəli. Belə fırlandı. Özdə nanaylar belə idi. Orta sürətlə, aşağı sürətlə, bir də sürətlə. Sürətlə olan məsələ deyək ki, birdən deyirlər, ala gülbənci. Əslində o belədir, ala gülbənci, ala boyuna dola gülbənci. Bu sürətli nanaydır. Məsələn deyək, seçələ barmaqlar deyirlər, o da ortabab nanaylar. Yəni, onun kökü var, bunlar necə yaranır, bunun strukturu var, quruluşu var. Məsələn, o bizdə uzun müddət, 100 illər boyu qalıb bu ənənə. Hayır, şimdi bu dövrdə bizim yaşlı olanların bəzilərində qalıb o nanaylar. Məsələn, deyək, şal qara şal var, qara yapınsın, bir məni yetir, yara yapılsın. Bunlar yaxud deyir, çəpər basma, dolan yar gəl səri. Bizə mehman, olan yar gəl səri. Bəzən də görürsən, narazılıq var. Onu işarə edirlər. Məsələ var, deyir ki, aylalam səni, qız anam qoymur, mən alam səni. Qıza işarə edir ki, ay qız, mən səni istəyirəm, almaqla anam mani olur. Sən işinlə, qabiliyyətinlə özümü anamın gözünə sor. Özümü sübut elə, gəlin ola bilərəm. Razılığını alaq, anadır. Bunun süt haqqı var. Ona görə atyana var, atadan olasın. Anadan süt haqqını almaq çətindir. Bəli. Onlar hər şeyə fikir verir. Yəni o da məsuliyyət daşır ki, övladımın gələcəyidir, bunun uşaqları olacaq, ailəsi olacaq. Yəni hər şey mükəmməl olar. Məsələn, biz ötəri baxır, amma onlar ötəri baxmır. Hər şey bəli. Burada Tacir müəllim çox gözəl. Hətta bir kənddə bir toy olarsa və biləndə ki, həmin kənddə kiminsə yası var, o toyu təxirə salardılar. Təxirə salırdı. Hətta üzr istəyirəm, bir kənddə 2 toy olmazdı eyni vaxtda. Bəli. Ondan başqa da toy eləməmişdən qabaq kimin ki rəhmətə gedənlər var, gedirdilər. Onlar baş sağlığı verdilər, razılıq alırdılar ki, ay qardaş, bəs bizim uşağın vaxtıdır, bax biz xeyir iş eləyik, üzürü hesab edeyik.
qonşuyu halal hesab ki onların bir halallığını alsınlar ki Sonra gəlib xeyir heç qohum da olmasa, qonşu da olmasa, kəndçi də olsa o mütləq olurdu. qonşu haqqı məsələsi. Bəli, var. bəli, bəli. O qonşu haqqını hamı baş əyməlidir. Bəli. Kim olur olsun, nə qədər varlı, hallı olsun. Məsələn, öyle toyları adətən keçmişdə varlı adamlar eləyər. Məsələn, bizim Hamza ağa öz nökərlərinin, hətta tanımadığı kasıbların əksəriyyətini toy edir. Allah rəhmət eləsin. Həmişə onun əhdiyini, filanını, pulunu verir. Heç vaxt deməyib ki, bu mənim kəndimdəndir ya mənim kəndimdən deyil, yox. Yəni bu ağaların gözəl bir xüsusiyyət. Hacı Abbas oğlu ilə olur. Hacı Abbas oğlu Kərbəlayı Məmməd ağa. Deyirmiş ki, kimin məsələn kasıbdır, əhdi yoxdur, gəlib aparsın. Ehtiyacı var, gəlib aparsın. Amma oğurluq eləməyib, haramzadalıq eləməyib. Allah rəhmət eləsin. O cür Ətlikdə hər kəsin öz həyətindən olardı, öz mal qarası. Gelib də bazardan almaq yox idi. yox, bilirsən nə tər? Bəli. Mal heyvan saxlanırdı. O da payız olanda ətini tuturdu. Ətlik mallar var idi bazarda. Gəlirdi qonşu, deyir ki, qonşu, mənim toyumdur filan, o da güzəştə gedir. Məsələn 500 manatı verir 300 manata qonşudur. Bəli. Xeyir işte, Allah xeyir versin deyir. Bəli. Demək Tacir müəllim çox sağ olun. Bir adət də var. Novruz bayramını, əgər məsələn Novruz bayramından sonra bir evdə təzə gəlin var idisə, bir neçə təzə gəlin tutaq ki kənddə. Novruz bayramına qədər, Novruz bayramına bir neçə gün qalmış gəlin gördü var idi. Var idimi belə? Var idi, bir? var idi. Bəli, yığışırdı qız, gəlin, ora hədiyyə apardı. Bu barədə nə deyə bilərsiniz? O hədiyyə aparanda məsələn çalışırdılar ki, yaxşı paltarlar olsun, isbaha paltarlar. O dövrdə bilirsən nə tərdi? Məsələn o dövrdə hazır parçalar var idi. Ancaq o paltar yox idi. Məsələn usta bir adam tutaq ki qaynana. Gəlirdi, tutaq bunun 5 dənə gəlini var. İndi biri təzə gətiribdi. Bəli. Sən deyirin Novruzda. Ona görə hamısını seçmirdi. Hamısına parçalıq alırdı. Məsələn 3 metrdən çıxır yox. Bunu qayçı ilə kəsirdi. Əvvəlcə elə kəsməli idi ki, orada səhv olmasın. Yüz öz bir istəyirlər, bax burdandır. Ya, Onu bəli. biçəndən sonra gəlinlərin üzərinə dağıdır, ay bala, tikin. Onlar onu tikib geyməlidir. Bəli, bəli. Orada bir dənə nöqsan olsa, o parça əldən çıxır. Çıxırdı, bəli. Çünki orada məsələn o gecə yanar var idi, qonşu partladan var idi. Ki o dövrün maraqlı parça, ipək parçaları var idi. Ki yəni bunlar o dövr üçün lazımlı idi. Həm də gözəl görünür də, rəngarəng edirdilər. Bəli. Naxışlar qoyurdular, 7 rəng qoyurdular. Sonra qurduşqa qoyurdular belə boğazı uzun, qolları, düymələri. Yəni bunların hamısı qadın gözəlliyini, o cəzbədarlığını göstərməkdən ötürü çox vasitələr idi. Həm də dədə-babadan gəlməkdir. Onlar böyüklərdən eşidib, görüb öyrənmişdilər, əlləri öyrənmişdi. Sadəcə burada yenə deyim, tikmək işini bilirdilər, ancaq o ölçmək işi hər adamın işidir. Ki deyil idi, bəli. Ona görə də mükəmməl olurdu, gözəl olurdu. Bəli. Ondan sonra məsələn orada sırğa gətirirdilər, boyunbağı gətirirdilər ki, o gəlinə, o Təbrik edirəm, Novruz hədiyyəsi. Novruz hədiyyəsi həm də sevinsinlər. Novruz axı böyük bayramdır. Novruz ən qiymətli, ən dəyərli El bayramlarından biridir. Və bizdə Sovet dövründə o Novruz bayramı çox yüksək səviyyədə biz keçirildi yüksək rayonda. səviyyədə. Canım uşaqlıq xatirimdə damsı. Demək ki, Tacir müəllim, belə bir sual da maraqlandırır məni. Ailə qurdular, cavanlardı. Sonra bəyi, qız ailəsi, qızın atası anası ayaq açdı deyərdilər. Qonaq çağırırlar. Qonaq çağırır. Demək bu barədə çox maraqlı. Mən onu burada görmürəm. Orada xüsusi tədbir keçirildi ki, bəy gəlir, ayaq açdı eləyir. Xahiş edirəm bu barədə zəhmət Həm də olmasın. belə idi da, axı toyda adət belə idi ki, qız atası iştirak eləmirdi. Ha, toyda olmurdu. Olmazdı. Ay sağ ol, bəli. Bunu qoyurdular qırağa. Sonra elə ki, məsələn toy qutardı, indi axı bu oğlan da qız məsələn qaynatası gilə getməlidir, ayaq açmalı. Bundan ötürü xüsusi məclis düzəldi. Məsələn filan vaxtı çağırırdılar ki, məsələn təzə yeznə bəy gəlsin. Ha, Bəy qonaq gələndə gəlsin. də bəy üçün hədiyyə hazırlanır. Bəli, bəli. Mütləq. Ona bir qol saatı ya bir qızıl üzük elə şey almalıdır ki, gözəl olsun, görünüşlü olsun, hamı içində tanısın ki, filan kəs bax öz təzə məsələdə qohumuna filan şey alır. Yəni adamlar bəhsə girir, adamın imkanlar şəraitinə baxırdı. Yəni bu qohumluq həm də əlaqəsini möhkəmlətmək. Möhkəmlənirdi. Bəli, Yəni bu o bəli. demək deyil ki, nəsə aldı, yox.
hədiyyə məsələsi deyil. Qohumluq əlaqəsini möhkəmlətmək. Möhkəm. Bəli, çox gözəl. Qazi müəllim deyəcəm. Demək, çox sağ olun Tacir müəllim. Bu Novruz bayramı indi biz toylardan danışdıq çox ətraflı. Yəni bu Amasya, Şörəl, Ağbaba toylarından günlərlə, saatlarla danışsaq bəs eləməz. Qurtarmaz. Çünki o qədər gözəl adətimiz var. Keçək biraz Novruz adətlərinə. Novruz adətlərindən biri də bu Novruza qalmış biz un vurardıq, mərəyə, ev ağardardıq. O xoşbəxtlik idi. Barın bərəkətin. İndi bu haqda bir də o mən buralarda görməmişəm. Artıq 40 ildən çoxdur Bakıda yaşayıram. Burada mən görməmişəm. Bir sulaşma var idi. Səhər lap şalaq atanda, şalaq ilə səhər tezdən dan yeri söküləndə biz gedərdik bulaq başına, soyuq buz kimi birbirində su atardıq, amma heç kim xəstələnməzdi. Maraq buradadır. Bu barədə xahiş edirəm. Da bilirsən su ilə bağlı bir şeydir. Həm də axı Novruza görə o sular müəyyən vaxtda deyirdilər irtifir olur, dayanır sular. Onda o sudan kim götürsə qızıla dönür filana. Belə deyirlər. İkinci də o su təmiz sayılırdı həmin dövrdə. Çox təmiz sayılırdı. Ona görə də məsələ yatmış adam var üstünə çiliyirdilər. Heyvan var onun da üstünə çiliyirdilər. Hətta evdəki o bar bərəkətə, hətta bulaqdan su daşlar götürürdülər, balaca daşlar. Gətirirdi, piya salırdılar. Bolluğun bərəkətliyin evdə qalmağıdır. O, məsələn, tənbəlliyin, avaralığın adamın üstündən qalxmağıdır. Su safdır, insanlara yeni həyat bəxş edir. Yeni dövrdür. Bu yeni dövr olduğuna görə hamı da ondan faydalanmalıdır, yenilənməlidir. Məsələn, evləri təmizləyirdilər, un atırlar falan. Bunlar hamısı o göstərirdi ki, bayramı qəbul edirlər. Yeni ilə qədəm qoyurlar. Məsələn, keçmişdə qalsa bunun çətinlikləri, ağırlıqları, xəstəlikləri. Ağırlığın, uğurluğun nətər deyirdilər bu tonqalın üstündə. Həmən şeydir də, onlar da çıxır. Yəni, xalqın inam yeridir, özü qədimdən qalma bir şeydir. Tacir müəllim, indi toylara gedirik burada. Elimizin, obamızın xeyir işlərinə gedirik. Məsələn, bir yallı qalıbdır. Yallımızı Amasya toylarında mütləqdir. Bir də bəzi toylarda şah bəziyib gətirirlər. Amma başqa sizcə Amasyamıza aid olan elə bir toy adəti, ənənəsi bugün Bakıda etdiyimiz şadlıq saraylarında varmı, yoxmu, necə istəyərdiniz olsun? Yox, məsələ bax, mən onu deyim ki, gəlini gətirəndə adətən bir yerdə otururdular. Bir bacarıqlı, orta yaşlı, məsələ xanım onu tərifləyirdi. Gəlinin tərifi var idi. Gəlin, bəy tərifi, gəlin. Təriflənmək də nə idi? Məsələ o idi ki, o elə bir yaddır gəlib. Amma indi bu təzə ailədə yeni qohumları var. Yeni qohumların adını da sənin qaynatan filan kəsdi. Gəlin deyər, anam filan kəsdi, sənin anan. Aysa, onlar həm də gəlinə bir təsəllidir ki, ay qızım, burada xoşbəxtlik, bura sənin üçün yeni bir evdir, yeni bir ailədir. Darıxma, narahat olma. Artıq o sözlərlə onu əlardı, yeri gələndə də o qız adamlarını cinləndirirlər. Məsələ deyək ki, bu qapıları palçıqlıdır, nəm çörəkləri nədir? Bu da bir növ bəzəmə, məzəli bir əhvalatlar idi ki, bu toy yola verir də, xeyir işi bir bəzəməsi idi bu. Bəli, bəli. Yəni, orada axtaranda bizim Ağbaba, Şörəl toylarında etnoqrafik qayda qanunlar çoxdur. O qədər orada mərasim, təkcə Novruzda saysız hesabsız çoxlu mərasimlər var ki, onları bir danışda başa salmaq çətin işdir. Tacir, mən bir məsələ ilə bağlı fikrinizi bilmək istəyirəm. Demək, qeyd edeyim, maraqlı bir məsələ idi. Bizim Amasyamızda gəlin qaynatasının, böyük qaynının yanına hündürdən danışmazdı. Yox, ayş olur. Və yaşmaq tutardı. Bəli, xahiş ilə bu barədə. Məsələ, biz ərazimizdə istər Şörəl olsun, istər Ağbaba olsun, mühafizəkarlıq var idi. Keçmiş qayda qanunlara rayət, yazılmamış qanunlar. Məsələ, deyək ki, gəlin gələndə nə qaynatası ilə danışmalı deyil, nə böyük qaynı ilə danışmalı idi. Hətta qaynanəsi ilə də örtülü danışmaq. Gəlini eləyirdi. Gəlini eləyirdi, mədə yaşmaq tuturdu. Yaşmaq tuturdu. Məsələn, adamlar var idi, bax bu günlərə qədər. Məsələn, 90 yaşı var idi, 80 neçə yaşı. Məsələn, təzə qayna demişdi ki, ay gəlin. Da indi bax,
qardaşım da rəhmətə gedib, sənin də neçə uşağın var, mənim də nə və nəçələr. Gəl bu gəlinliyi yerə qoy danışaq. Başla danışmağa. O da bəli. işarə eləyirdi ki, danışaram. Amma dil bağı ver. Dil Ama bağı o yani- deməkdir ki, qızıldan bir şey alsın, üzüyü alsın, boyun bağı alsın. Razılaşandan sonra Başla danışırdı. danışmağa, bəli. Yəni bu dövrə qədər o qalmışdı. O qalmışdı. İndi də deyəsən Özdə bəzi maraqlı ailələrdə bir var. tərəfi idi ki, o qədər yaxşı xüsusiyyət idi ki, ailədə 4 oğul varsa 4'ü də o ailədə idi. Ayrılmaq yox idi. O gəlinlər 4'ü də bir-biri ilə elti idilər. Bacı kimi dolanırdılar. Dava, dalaş ola bilməz. Təəssüf ki, o indi yoxdur müasir Yəni, yox, zəmanədə. amma bəli. mən görmüşəm. Bax bunu bütün Təəssüf ki, kəndlərdə, yoxdur, Gülüzədə bəli. də görmüşəm, Qaraçantada da görmüşəm, Güllübulaqda da görmüşəm. Dəfələrlə ailələrdə olmuşam, mən bunu eşitmişəm ki, mehriban bacı kimi yola gedir. Dava dalaş yoxdur. Yəni bu çox gözəl bir xüsusiyyət idi. Yəni hər yerdə olmur. Amma yenə deyirəm, o dədə baba adətləri gözəl adətləri idi. Məsələn, deyək gəlinə də fərq qoyulur. Məsələn, gəlin vardı, gəlin bacı deyirdilər, şah bacı deyirdilər. O böyük gəlinə şah bacı deyirdilər. Bəzən əm dostu deyirdilər. Əm dostu da deyirdilər. Sonra məsələn, qaynanıya çox vaxt ana deyirdilər, bəzən də dadlı deyirdilər. Dadlı əslində türk dilində tatlım sözündən gələn şeydir. Yəni bu mehribanlıq bu ailədə davam edir. Yoxsa indi bəzən rəvayətlərdə filan da eşidirik ki, məsələdə qaynana gəlin qarşı durması var, bir daha bakünlük var, müəyyən hadisələr. Amma bizdə bunlar yox idi. Yox idi, Niyə? bəli, O saflıq var idi. O mühafizəkarlıq ki var, o saf. Məsələ deyək, nanaylar oxuyanda qabaqca tutaq ki, Qaradamlarda oxuyurlar. İndi mağara gələndə ta qızlar, gəlinlər kişilərin yanında abır-həya Saxlayırlar, oxuya bəli. bilməzdilər. Ona görə orta yaşlılar oxuyurdular. Məsələn, o toy babaları filan oxuyurdular. Bunlar oxuya bilməzdilər. Yavaş-yavaş o oxumalar seyrəlməyə başladı. Sovet hökumətlə gələndən sonra Tamam, hər şey aldı. Bəli, bəli. Sıxışdırdı, var dövlət əllərindən alandan sonra heç nə qalmadı. Da bunu nə, məsələn, 37-də çoxunu tutub apardılar. Məsələn, deyirdilər, yetimi döyərlər, söyərlər, ağlamağa da qoymazlar. Onlar, məsələn, deyək, öz ürəyindən keçəni qımqımlarda deyirdi, amma qorxurdu deməyə. Açıq deməyə, pıçıltı ilə. Bəli. Özü eşidirdi. Pıçıltı ilə. Çünki tutub aparacaqlar. Bunu tutub aparsa uşaqları var, yetim qalacaq, Yetim azlarından qalacaq. ölür. Bəli, tamamilə doğru. Mən neçəsini eşitmişəm, deyirdilər, qardaş, nə olur olsun, bizə fikirləşdik, ay Allah, mənim uşaqlarıma zaval gəl, bizi ölməsinlər. Bu aclıqdan qutarsalar, qutardıq, yaşayacaq. Nə qədər adam dil acından olur. Çox sağ olun, minnətdarıq Tacir müəllim. Əziz və hörmətli izləyicilər, bir daha nəzərinizə çatdırıram. Hər həftənin çərşənbə axşamı, yəni ikinci gün saat 9-da axşam 21-də və hər həftənin şənbə günü yenə axşam saat 21-də 9-da bizim Amasya TV-nin canlı bağlantısı var. İkinci günlər Qarsda yaşayan Azərbaycanlılar TikTok platformasında canlı yayımımız olur və 6-cı günlər şənbə günlər saat 9-da Amasyamızın kəndləri haqqında məlumat veririk və eyni zamanda arada bir ziyalılarımız dəvət edib bax belə müsahibə alacaq. Bir daha Tacir müəllimə böyük təşəkkür edirik və izlədiyinizə görə hamınıza çox sağ ol deyirik. Sağ olun, var olun. Gələn görüşlərdəki Amasya TV-yə abunə olun, sağ olun, var olun. Qismətimmiş qızılı gülün butası, sən olasan 9 oğul atası. Qız evini boyunu büküyü görəndə, inciməsin bəy evinin qudası. İgidlərin yoxdur sayı bu yerdə, bəy oğlanın yoxdur tayı bu yerdə. Görümə bək toyunu mübarək olsun, sağ dışına sol dışına borc olsun. Görümə bək toyunu mübarək olsun, sağ dışına sol dışına borc olsun. Qız anası 50 tərpən diri gəl, Atoy bəy nə durmusan geri gəl.
bəyimizin tərifini deməyə. Aşıq qardaş, meydan sənin, bəri gəl. İgidlərin, 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 igidlərin yoxdur sayıb yerdə. Bəyoğlanın yoxdur tayı bu yerdə. Görüm abek toyunu mübarək olsun. Sağ dışına sol dışına borc olsun. Görüm abek toyunu mübarək olsun. Sağ dışına sol dışına borc olsun.